Oradan... Tamam asker. Gelsiniz. Sağ ol. Geçin içeri. Yaxşı üzrə bayrağı aparırsan. Apar burada isə. Hələ elə mən apardım. Mən də olur. Apar. Salam olsun. Kız gölüne, er çayına, bulağına salam olsun. Səcdəsinə diz koyduğum, her daşına üz koyduğum, gözüm kimi göz koyduğum torpağına salam olsun. Ne güzeldi güzellerin, arzussa eşki derin, Səngərdəki əsgərlərin qeyrətinə salam olsun. Bir aləmsə də aşıqlaşan, yağmur, dağlar aşan, tariximə zəfər qırxan, sərkərdəmə salam olsun. Göyü köküm soyunmanım, qırmızı azad canım, yaşlı dinim, imanım, bayrağına salam olsun. Şəhidlərimizi bir dəqiqəli sükutla yad edin. Allah rəhmət eləsin şəhidlərimizə. Qılıncımız, qalxanımız vətəndir. Azərbaycan Respublikasının şəhid ailələrində qayğı cəmiyyətinin sədri, özünü həmişə 1-ci, 2-ci Qarabağ müharibəsinin iştirakçısı və hərbə yardım edən Müşfiq Əliyev, zəhmət olmasa sizin alqışlarınızla və bugünkü bizim bu gecənin demək olar ki, yaradıcısı. Buyurun Şükran. Sağlar olsun. Benim güzel diyarım, şəhid analar, şəhid xanımlar, şəhid övladlar, şəhid atalar, qazilərin, veteranların, əsgərlərimə bir almışkiyat başda Ali Başkanım olmak. Allah sizləri qorusun. Əlbəttə ki, şəhid analar, ataları əllərinizdən öpürəm. Mən
Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin köməkliyi ilə Respublika Şəhid Ailələrinin Qayğı İctimai Birliyinin rəhbəri olaraq Ağdam və Ağcabədi şəhid ailələri ilə iş filminin təqdimatı keçirəcəyik. Filmin keçirilməsi 16 sentyabr Ağdam rayonunda Quzanlı qəsəbəsi şəhidlər xiyabanı, 17-si Ağcabədi şəhidlər xiyabanında aparılmışdır və şəhid ailələri ilə bir ev ziyarətləri olmuşdur. Sağ olun, var olun, Allah sizləri olsun. Azərbaycan Respublikası Şəhid Ailələrinin Qayğı İctimai Birliyi rəhbəri Müşfiq Əmməroğlu. Bu günləri Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dəstək Agentliyinin, Dövlət Dəstək Agentliyinin köməkliyi ilə Ağdam və Ağcabədi şəhid ailələri ilə iş idarəsinin qayğı üstündə da tədbirlər həyata keçirəcəyik, evlərdə ziyarətlər edəcəyik. Bununla Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Heydəroğlu Əliyev Səfər qələbəsi əldə etmişik. Şəhidlərin qələbəsində əlbəttə ki, xalqımızın birliyi nəticəsində Ali Baş Komandanın dediyi kimi, qəmin yumruq kimi xalqı birləşdiyi. Bununla sizlərlə görüşük götürülürük. Allah sizlərə sağ olun. Ali Baş Komandanımız Vəzirət Prezidentimizin dair etdiyi Dövlət Baş Çıxışma Sürələrətləri Şəhid Görəvi Şöbəsində özünü də deyikdir, yönədən də yüksək səviyyədə manat olun. Kıyıkidinde şəhidimiz ona göre ki biz bugün burada iştirak edildik. Diğer şəhidlərimiz yaşayır ki biz burada yaşayırıq. Şəhidlər istiyorlar ki sizlərlə daha sırf Dövlət Kömürtü Məkanizmləri icra hakimiyyəti ilə birgə sizlərin bütün müraciətlərinizi yəni ödəsiz Qalxın oğullar yeridir, milli ordumuz yeridir. Sılanın nəsil düz 10 milyon xalq yeridir. Ölkə-ölkədən yeridir, paytaxtdan yeridir. Dedilər möhkəm dayanın, bu dəfə torpaq yeridir. Dedilər 30 il keçir, daha gençdir, vaxt yeridir. Qoşunların qabağında səy yeridir, bayraq kimi. Özünüzdə bir silah kimi. Cıdır düzü, könlümüzə Cəbrayıl, Laçın, Zəngilan, könlümüzdə sən, bir də Haydar olan. İki qardaş, iki sirdaş, Türk'ün möhkəm dayanları, bayrağı və bayraqları. İndi vətən bunu sən gəldir. Tam qələbə, Zəngəzurda, azam səsi işindəydi. Qarabağın ürəyidir, damağında həm qanlı, sən kəllimiz hərəmdir. Qarabağ, Azərbaycan qanlı. Belə bir tədbirin bugün burada baş tutması özü bir uğurdur. Buna görə biz bu tədbirin təşkilatçılarına, başda Müşfiq müəllim olmaqla cəmiyyətin bütün üzvlərinə minnətdarlığımızı bildiririk. Bundan əvvəl də Müşfiq müəllim burada keçən ay gözəl bir tədbir keçirdi və o tədbir həqiqətən də Aran televiziyasına mən baxdım. Çox gözəl bir tədbir idi və hesab edilən ki, Vətən müharibəsinin, 44 günlük Vətən müharibəsinin başlanmasından və zəfərdən vətənpərvərlik tərbiyəsidir. Bu tərbiyə bugün bizə hər şeydən vacibdir. Bizim gənclərimiz gələcəkdə vətəni qorumaq üçün, vətənin müdafiəsini təmin etmək üçün öz şəhid əmlərindən, atalarından, babalarından nümunə götürməli olacaqlar. Və ona görə də belə tədbirlərin keçirilməsi bir zərurətdir və bu tədbirin keçirilməsi həqiqətən də həm şəhid ailələri üçün, həm rayon ictimaiyyəti üçün bir
deyək ki, tapıntıdır. Mən Müşfiq müəllimdən də bir daha xahiş edəcəm ki, gələcəkdə də belə tədbirlərin ünvanında Ağcabədi həmişə olsun və biz onunla bir yerdə digər tədbirlərlə qarşılıqlı surətdə keçirməyə hazırıq. Müşfiq müəllim və onun təşkilatı dövlətçiliyə xidmət edir. Bilirsiniz, Qarabağda proseslər baş verəndə elə bir məqamlar oldu ki, o məqamlarda vətənpərvər adamlar lazım idi. Allah sizləri qorusun. Doğrudan da mən həmişə demişəm, sizlə mütəmadi əlaqədəyəm. Bizim burada əyləşib, veteranlar cəmiyyətimizin də bütün üzvləri buradadır. Şəhid ailələri, qazilərimiz. Doğrudan da Ağcabədi rayonu həmişə demək Qarabağın qapısı dəyərli olur. Müharibə vaxtında da qucaq açılır. Müharibədən sonra 44 günlükdə də qucaq açılır. Bütün qaçqınların burada yerləşdirilməsi. Bilirsiniz ki, terrorda da, 44 günlükdə də Ağcabədi ən çox Bərdə ilə birlikdə əziyyət çəkən rayonlardan biri olubdur. Bəli, o da Ali Başkomandanımızın demək qələbəsidir ki, yerlərdə təyin etdiyiniz kimi icra başları xalqına, vətənlə, dövlətinə canı ilə qanına xidmət edir. Və biz də xidmət etməliyik. Gəlin bir Ali Başkomandanımızı salamlayalım. Biz ise prezidentimiz salamlarının daxil xalqı siyasətin dünyayı bayaq dedim ki, sülh müqaviləsinin bağlanması bizim tam qələbəmiz deməkdir. Sülh müqaviləsinin bağlanması, bildiniz ki, Çin'e getməkdə, Çin'de qarşılanması və Donald Trump'ın dünyanın hegemon dövlət başçısının evinin açarı verməsi, bu bizim tam qələbəmiz oldu, Rabbim müəllim. Əlbəttə ki, şəhidlərin qanı bahasına, şəhidlərin, qazilərin, veteranların, əsgərlərimizi salamlayalım. Gözəl əsgərlərimiz, möhkəm dayanın, igid əsgərlər. Möhkəm dayanın, Rabbim müəllim, siz də çox minnətdarıq. Yüksək səviyyədə, yəni buna administrasiyada baxacaq, cənab prezidentimiz də doğrudan da daima sizlərin yanındayıq. Sizlərdən də arxayın ki, sizlər də şəhidlərlər, qazi veteran yanıdır, imkansız xalqın yanındasınız. Sağ olun. Çok sağ olun. Cismimizin ruhuna can olsun gerek. Vatan eşki bu dünyada bize işgal olsun gerek. Kalbimizden her birimiz bir gül ekelim yurdumuza. Yurdumuzun her branşı bir gülistan olsun gerek. Unutmasın Konyalılar göçlerimi, Koroğlu'mu, yanların bağını kapkara kan olsun gerek. Namertlerin ilan başı ezilmese mümkün değil. Her namerde bir nameza benden meydan olsun gerek. Bağdakinin kollarını kılın çalıp hak isteyip azadlığın
danışmırdım, amma deyirəm günləri Asimin qardaşıyım, utanıram onu eləməyə. Qıraqdamağa baxırlar, oynamağımda da baxıram, yasada da baxıram, nə bilim, giyinmişəm də baxıram ki, hansı giyim giyinsən, qırmızı giyim olmaz mı? Mənim qardaşım burada deyir, və yaxud da tramvayla olmaz. Sağ olsun Müşfiq müəllim, mən neçə dəfə bunun böyük tədbirlərdə olmuşum, böyük, bundan çox böyük, Sumqayıtda, Bakıda Müşfiq müəllimin böyük tədbirləri olur, şəhid ailələrlə görüşmək. Yəni, şəhid ailəsinə diqqət lazım. Anam bir şey söyledi, 5 saatları nümayəndələrinə təşəkkür edirəm. Aydın müəllimə, mənim əsəb yoldaşımdır, 79 ildə Aydın müəllim bu Edronun sədri bir yerdə. Buyurun. Fəryadıma, bilmirəm sevinim ya ağlayım, aranı tarixə yazı şəhidlər. Haqqın dərcanına qaldı şəhidlər. Dünyada candan şirin deyil nə var? Şirin candan keçdi və tanıtınanlar. Al işte ya. Al. Şəhidlik zirvəsinə onlar ucaldı zirvəyə igid şəhidlər. Allah seni. Asta basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda, sönmüş şehit həvəsi var. Qurban olun yavaş gəzin, o dağlarda, o daşlarda. Qara şanlı bir ananın dağlar boyda yarası var. Bütün olmuş vətənimin yarsız qalmış gəlini var. Gecə yarısı yuxusunda ata deyən körpəsi var. Asta deyin, asta gülün, yavaş çalın sinqalları. Bir atanın, bir ananın bala deyən naləsi var. Yenə candan can ayrıldı. Şəhidin var Azərbaycan. Vətən sağ olsun deyən igidin var Azərbaycan. Bu torpağa qan tökmüşük. Şəhid verib diz çökmüşük. Sanmasınlar biz ölmüşük. İgidin var Azərbaycan. Unutdular, bozdurdu. İgidin var Azərbaycan. Atam başlamalı. Allah tüm şehirlər üzərində. Allah'a Düşmənlərdən təmizləndi dədə-baba torpağımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun mübarizə, Qarabağ artıq azaddır. Məhv elədi düşmənləri, dastan yazdı şanlı ordu. Xocaqda öldürülən hər can üçün hesab sordu. Baxın, görün 30 ildə neçə oğul şəhid oldu. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verdi. Şəhidlik ən ucan zirvədir inan. Buna təslim edin müqəddəs Quran. Mənim o əl çatmaz zirvədə duran. Cənnəti bəxş edib Rəbbin quluna. Səbr elə oğlunla, ağlama ana. Vətəni canından üstün vermişəm. Xalqın tərəfindən çox sevilmişəm. Ay çok sağ olun, siz olsun. Allah varları görsün. Bak, böyle konular varsa Azerbaycan günü günden çekilecek. İnanın buna. Allah siz olsun. Bak gene Azerbaycan'da birinci yeri götürür. Şimdi siz kıymet verin. Gülay hansılısınız? Sen. Şeker, Adı nedir? şeker. Ay Allah. Şeker özü geldi. Şahsen şeker özü geldi. Al işte geldi. Göyə divardakı bayrağı rəqsin vərzə gətirsin hər təpəni, hər dağı. Sən də biraz möhkəm ol, qurban olum qəm yemə. Amandı bu xəbəri, indi isə son dəfə uzaqlaşar gedirəm. Qulağıma pıçılda, de ki, səninlə fəxr edirəm. Haqqını halal
hər ildə çıxışda birinci əsgərlərdən danışmışıq. Harada olursa olsun, biz yaxınlaşıram bizim şəhid analarına. İstərdim ki, hamı da şəhid analarını bir səhnəyə dəvətliyə. Gel. Sizin adınız çəkilməlidir. Çünki o şəhidləri bu dünyaya gətirən sizlərsiniz. Allah sizlərə dəyməsin. Hər birinizin əllərinizdən ötürəm. Allah sizi qorusun. Allah sizi bizə çox görməsin, analar. Ülkən Allah verdiyimin anasıyam. Çox sağ olun. Təqdiri təşkil edənlərin Allah canını sağ eləsin. Şəhid ailələrinə heç nə lazım deyil. Belə bax, belə təqdirləri görəndə inanırıq ki, unudulmamışıq. Şəhidlər unudulmuyor. Mən də hər kəsi salamlayıram. Hamı xoş gəlin. Allah sizin də köməyiniz olsun. Şükrü müəllim də başının dəstəsi ilə hamınıza xoş gəlsin deyirəm. Əlbəttə biz şəhid anasıyım. Mən də Quliyev Nurlanın anasıyam. Canım bütün şəhidlərə qurbanım. Anasıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Allah yerlərini cənnət eləsin. Siz də xoş gəlmisiniz. Allah ordumuzu qorusun. Saldatları, bax bura yığışan saldatları Allah qorusun. Mən də Həziyeb Xəyalın anasıyam. Bakıdan gələn qonaqlarımıza xoş gəlmisiniz deyirik. Uğurlu olsun. Mən də bir ana kimi onu demək istəyirəm ki, bizim evlatlarımız unudulmasın, şəhid evlatlarımız. Heç vaxtda unudulmaz. Onlara istəyərdik ki, bizim ürəyimiz bir ana kimi açılsın. Allah bizim saldatları qorusun. Mən bir oğul itmişəm, üzr istəyirəm, 3 evladım var, oğul. Birini qurban vermişəm vətənimə. Oğlumuzu qorusun. Şükrü müəllim, çox sağ olun, siz də həmişə şəhid analarının yanında olursunuz, ziyarət edirsiniz biz anaları. Çox sağ olun, var olun. Allah köməyinizə olsun. Çağrı, Respublika Şəhid Əczalı Millətinin başlasın. Ne güzel yerler düştü. Onun 18 yaşında əskər göndərdi. Getdi bir qəhrəman oğlan oldu. Tankçı oldu. Çox qəhrəmanlıq göstərdi oğul. Həməşə kürəklərində düşdü. Mən də şəhid Akif Abbasovun anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah əsgərlərimizi qorusun. Amin Allah. Amin. Mən də Qarayev Yusufun anasıyam. Güclü kəşfiyyatçıydı, Yusuf təyinatıydı. Yusuf Qarayev. Bizim şəhidlərimiz hamısı bizim yaralı yerimizdir. Bizim yolda təsəlli yerimiz oldu ki, bizim torpaqlarımız qayıb. Axıra kimi geçsinlər. Gelin prezidentə deyin ki, axıra kimi geçsinlər, mən onda rahat olaram. Həmin o Azərbaycanı ananın ağrında dediyi sözdür. Mən siz anaların qabağında deyirlər, baş əyirəm, amma doğrudan diz çökürəm. Allah sizləri qorusun. Allah sizləri var etsin. Gözəl analar. Və Ağşəhərində Əkbər Əliyev Vasiyəm, şəhid Əkbər Əliyev Vasiyəm. Yəni ki, mən şəhid analarla bir deməli oldu ki, Yoldaşı halı sordu. şəhid analarla siz bu əziyyəti 5 illik çəkirsiniz. Biz inanın 31 il bundan əvvəl çəkmişik bu əziyyəti. Bu gün buradaysa, 31 il mənim qardaşım şəhid olsa, bilin ki, şəhidlər heç vaxt yadda çıxmır, unutulmur. Bəli. Allah'ım, görürsünüz ki, bizim inşaatına 44 günlük Tovuz hadisələri, aflör döyüşləri, terror döyüşləri bizim fərqimiz yoxdur. Bu da nədən asıldır? Əlbəttə ki, yerli icra orqanları dövlət qeydi mexanizmin qorunmasında fərq qoymamaqdır. Məhz icra hakimiyyətində də, şəhid İranı şöbəmizdə, şöhrət qalibində iş fəaliyyətini yüksək qiymətləndirirlər. Sağ olun, anaların əlişdən yola salar, şəhid ataları, yetim onların mənim qardaşlarım, razı qardaşlarım. Ben salamlayıram sizləri, Şükrü xanım, çox xoş gəlmişsiniz. Ağcabədli sizi də
öz obanıza yerinize gelmişsiniz. Allah size değmesin. Köməyimizdə durur. Lazım olan işlərin hamısı həll eləyir. Bir sözünə Allah vətənimizi, elimizi mən gençlərin atasıyam. Bütün qonaqlara xoş gəldin deyirəm. Müşfiq müəllim sizə də xoş gəldin deyirəm. O bütün şəhid əhlilərinə Allahdan səbir diləyirəm. Bir-birinin ham tanısın, əsgərlərini salamlayın, qazilərin bütün Azərbaycan xalqını salamlayın daha doğrusu. Şəhidlərimizə də Allah rəhmət eləsin. Bir dəqiqə. Qəhrəman olsun. Alkışlardan Sizin gördüğünüz emeğe göre, işinize göre çok sağ ol ki siz de varsınız. Alkışlar öndüler. Çok sağ olun şəhidlərə. Allah sizləri qorusun. Allah sizləri bir çox görməsin və yaxşı ki sizlər varsınız. Çox sağ olun. Allah sizə qorusun. Olsun, var olsun arkadaşlar iştirakçılar. Sağ olun, hoş geldin. Allah sizden var etsin. Sağ olun. Əsgərlər almışlar. Gəlin bura. Görsən nə qədər vermişizsə, özə deyirsən belə. Hələ ikisini də verəcəm ya. Tərəf alın. Şəhidlər ölməz, vətən ölməz. Keçmiş uşaqlarla bir yerdə. Bunlar hamısı mənim əsgərim olur. Ki biz indiki əsgərlər biz keçən günü görmüyorlar. Şəhid atalarının və analarının qarşısında başardık. Allah devletimizi, milletimizi, əsgərlərimizi qorusun. Çox sağ olun. Söz verdiğinizden için. Allah başqamanımıza dəyməsin, dövlətimizi qorusun. Şəhidlərinizə rəhmət eləsin. Siz bir oğul itirdiniz, milyon oğul qazandınız. Mən də 44 günlük müharibədə iştirak eləmişəm, iştirakçıyam. Mən xalqımla fəxr edirəm. Niyə? Harada döyüşmüşük, ac qalmamışıq, susuz qalmamışıq. Hamısı ordu. Millətin hamısı bizlə bərabər orada hərbi təşkil etdiyiniz üçün sizin bir dəfə görürük. İnşallah yeni qarşılaşaq bu tədbirlərdə. Çox sağ olun. Çok sağ olun. Var olun. Allah sizləri qorusun. Sizə qəbulünüz versin. Mən əsgərlər görüb deyərdim ki, yurt həsrəti qəlbimi qastı, yanmırdı, yaxdı. Qarabağı görmürdüm, bilirsən neçə vaxtı. Gözlərindən sevincdən, qürbət eldə yaş axdı. Çaldığın hər qələbə, könlümün şah əsəri. Sənə əhtam deyirəm, Azərbaycan əsgəri. Allah sizləri qorusun. Allah sizə qorusun və Müşfiq müəllim, mən sizə də çox sağ ol deyirəm. Yaxşı ki, doğrudan da siz olmasaydınız, mən bilirəm bu tədbir olmayacaqdı. Yaxşı ki, sizlər varsınız. Bizlər varıq və buradan istifadə edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Cənab Nazir bizə onun Qarabağ Regional İdarəsində isə Aydın müəllimə, Famil Ədir müəllimə, o gördüyünüz mərkəzin direktoru Ödər müəllimə, onların bütün kollektivinə, bütün bu zəhmət çəkib gələn mədəniyyət şöbəsi, təhsil şöbəsi işçiləri uzaqdan, kəndlərdən gəlirlər.
eski olmasın kardeş. Güzel sesim var, rahatlı sesim var. İnşallah hani gelecek çok şey göreceğiz. Buyur. Mən də öz növbəmdə hər bir kəsə salamlayıram. Bura Əşqər müəllim, Kamil müəllim, Yasəmən xanım. Gözəl bir alqış gəlsin. Nə deyirsə, gələcəyimizdir. Allah sizləri var olsun. Allah sizleri korusun. Ne? Siz de varsınız. Öpürəm, var olasınız sizi. Allah sizləri görsün. Şöyle verdim, bir bırak yine size kalsınlar, ne olur? Buraya gələn, burada iştirak edən, istər təşkilatı məsələlərdən Müşfiq müəllim sizə, istər bütün qonaqlarımızı hamısını salamlayıram. Mən çıxış eləmək istəm. Mənim adımdan bu atalar, bu analar, şəhid ataları, anaları danışsınlar. Biz xidmətimizlə elə hərəkət eləməliyik ki, bu onlar danışsınlar bizim haqqımızda. Əgər danışmaq, biz o hörməti qazanmışıqsa, hamısının qarşısında baş əyirəm, ataların qarşısında baş əyirəm. Bura gələn bütün şəhidlərimizin yaxınlarının qarşısında baş əyirəm. Allah ordumuzu qorusun, Allah başqalarımızı qorusun, əskərlərimizi qorusun. Hər birinizə minnətə alın. Mənim biləcəyim bu qədər, sağ olun. Burada əziyyət çəkənlər var idi. Hamını bacı qardaş şəhidi, mən diri şəhidəm. Gəlin mən burada bir bacım var, bacım almışlayalım, ne olar? Rəhana bacım, ha? Almışlayın, ne olar? Diri şəhidim bacısını almışlayın. Diri şəhidim nə bəndə? Almışlayın, Tərla. Sənin əziyyətin çox olur. Tərlanı bizim xidmətimizdə durur. Almışlayalım, mən deyəm, gəlinim var burada. Akif, neyəm? Neyəm, səni yoldaşım, hamız almışlayın. Əliyyət Müşfiq Ənvəroğlu, Azərbaycan Respublikası İştirak Birliyi rəhbəriyəm, Qarabağ qazisiyəm. Bu günləri Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Ağdam, Ağcabədi şəhid ailələri ilə iş layihəsinin təqdimatı keçirilmişdir. Layihənin filmin çəkilişi 16 sentyabr Ağdam Uzanlı qəsəbəsində və bu günləri Ağcabədi şəhid ailələri, qaziləri, veteranları, bütün ictimaiyyət birlikdə olmaqla filmin təqdimatı keçirildi. Film çox yüksək səviyyədə şəhid ailələrinin, qazi veteranlarının və ictimaiyyətin, rayon rəhbərliyinin, ona görə ki, biz qeyri dövlət mexanizmi qoyuruq. Yerə çəkdik, rahat. Asaf ana. Bizim oraya dostum. Güzel bağlarımız. Ha, Asaf müəllim ana git. Qara.